İstəmirəm sözünü dedim, amma məsuliyyətini özüm almadım. İstəmirəmin arxasında durmadım. Yəni ki, istəmirəm bunu deyib üzərində dayanmadım. Yəni ki, taleyim başqa cür getdi, başqa yolla getdi və psixologiya gəldim, çıxdım 40 yaşımda məsələn, düzdürmü? Yəni hər bir istəyirəm də, istəmirəmin də insan gəlib məsuliyyətini anlasın. Bax mən istəmirəm dedim. Axı bu boş yerə çıxmır məndən bu söz. Deməli bunun dalında bir tələbat durur da. Deməli burada mənim hələ bil istəklərim başqa nələrdənsə yanadır. Düzdürmü? Yəni bunu ötəri baxmaq lazım deyil. İstəmirəm dedimsə, bunun arxasında nə var? Mən nədən istəmirəm deyirəm? İstəmədiyim kimi eləsəm əgər, sonra mənim həyatım necə olacaq? Mən kiminsə dediklərinin, kiminsə təzyiqi altında qərarı alsam, bəs mən doğrudan insan həyatı elə bir alt-üst olur, alt-üst ola bilər insanın həyatı başqasının təzyiqinin altında sən istəmədiyin bir şeyləri edəndə alt-üst ola bilər. Sonra nə ola bilər? Başqa bir peşəyə gəlib çıxırsan. Yəni ki, indi mənim situasiyamı götürsək də, düzdür? Nə qədər qızlar var, qətiyyən ailə qurmaq istəmirəm deyirlər, təkid olunur oğlanlar, nə qədər də istəmirəm deyirlər. İndi vaxtım, nə olar tutalım deyir 30 yaşım var, hələ istəmirəm deyir mən. Təkid olurlar, yox, cəmaət evlənir, vaxtı, daha çan evləndirsən, biz də yaşlılaşırıq. Yəni təzyiq. Biz bu hər gün deyilirsə, sonra da o qədər bir-birini sevməyib də, bir-birinə bir uyuşa bilməyib də evlənən insanlar var. Nə qədər sonra onlar əziyyət çəkirlər. Ona görə insan istəmirəminə o qədər öz istəmirəm sözünü bax gör hansı tələbatından gəlir sənin bu. O qədər ona hörmətlə, diqqətlə yanaşmalıdır ki, insan o qədər öz o istəmirəm sözünə həssas yanaşmalıdır. Ki bu sən istəmirəm deyirsənsə, arxasında da durursansa, sənin həyatın başqa cür gedir onda. Təsəvvür eləyirsiniz?